Həqiqətən bəzən düşür bizim boyunca məsuliyyət əzizdir. Məsuliyyət, dini dərslərdə, təbliğdə düşür məsuliyyət. Mümkündürsə heç kimin o deməsin. Allah öz aralığında bu gün sənin vəzifən nədir? Nə etməlisən? Hərə bir işlə görür. Tək ki, dinə xidmət, biri bu işlə, biri o işlə, mən bu işlənsə o işlə eləyirsən, düzdür? Yəni, gələnsə bir hadisə olsun, böyük bir şey olsun, adımı at, Allah verəcək bərəkət. Qəbullədim, Quran sözlərini hərəkələməyi, yəni e'rabı, mən bu eləyəcəm. Buna görə mənim yanıma bir katib göndər. Yəni, katib yazan mənasındadır, yazan. Ziyad da onun yanına göndərə bir katib. Əlif Əsvəd onların arasında Əbülqeysdən olan bir katib seçdi bir katibi. Baxsan, məsələn, bunun davranışlarına, rəftarlarına, dünya görüşlərinə, ora-bura, göz hərəkəti, əl hərəkəti. Məsələn, desən ki, həm bu daha münasibdir ki, mənim yanında işləsin. Müshəf götür. Müshəfi götür. Və qaradan qeyri bir rəng seç. Qara olmasın, başqa rəng. Əgər hərfi tələffüz etdiyim vaxt dodaqlarımı açsam, həmin hərfin üstünə bir nöqtə qoy. Fəthə. Fəthə, yəni açmaq. Fatih. Fatihə. Fatih filan kəs. Yəni şəhərin qapısı, davası üzünə açılan, qapını açan, şəhərə fəth etdi, açdı mən qapısını. Mən adımı açılsa, nöqtə qoy. Əgər hərf təvəz etdiyim zaman dodaqlarımı aşağı indirsəm, yana keçsə, hərfin altına nöqtə qoy. Yəni i, bu nədir? I səsidir. Quran oxuyanda ağzı aç. Həm avaza alınır, həm təvziz səhvi olunmur. Burada oxusun, Bismillahirrahmanirrahim, bu yoxdur, burada oxunmur. Ə, i, u, ayn, dodaq deyil, məxrəc olmasa, qəşəng avaz gözləmə və səhvinlə çıxacaq. Nə qədər bizim ustadımız vardı, o deyərdi, qiraat ustadımız, muğam ustadımız. Deyərək ki, təcvidlə oxusaz, avaz gələcək. Vəssalam. Amma əgər hərf təvziz etdiyim zaman dodağı yığsam, nədir kəsrə, yəni ki, sınmaq, dodaqlar, kesmişəm sizə onu, yəni sınır. Dodağı yığsam, nöqtə qoy hərfin üstündə. Zəmmə, nədir zəmmə? Qovuşmaq. Dodaqların bir-birinə qovuşması. Deyəsən, Əbul Əsvəd sükun işarəsini iki nöqtədə göstərmişdir. İki nöqtə, yəni ki, bu nədir sükundur. Beləliklə, indi vaxt bitsə, mən davam edəcəm, dərs yarımsız qalmasın, sizə çıxış verəcəkəm. Əbul Əsvəd Qur'anı asası oxudu və katib də onun dediyini elədi, cəmaat bu üslubu bəyəndi və onun üslubunu təqlid etdi. Yəni, onu eləyəni elədilər, təqlid. Təqlid mənası nədir? Yəni, təqlid. Yəni, boyunbağı. Təqlid, lüğətdən ki, boyunbağı. Dirsek də, yəni, sanki ondan asılı olmaq. Nə deyilsə, baş üstə. Bu və ya digər rəvayətlərə məlum olur ki, ilk əvvəl hərəkələr nöqtə ilə göstərilmişdi. Nöqtə ilə. Hətta bu işi Yahya ibn Yəmərə mənsub edən təriqatçılar da, bəzi ki, bunu Yahya ibn Yəmər eləyib, Qur'anın hərəkələnməsini tənqid və yaxud da nəqdül məsahif, müshəflərin nöqtələnməsi adına qeyd ediblər. Əmr ibn Dani tənqid Qur'anda iki şəkildə aparılmış. Deyir ki, tənqid nöqtələnmə iki növ olub. Bir, nəqdül i'cam, yəni oxşar qrafikası olan hərflərin nöqtələnməsi. Məsələn, b-dir, t-dir, s-dir, nun, y-dir. Eyni yazıdır da, eyni forma, nöqtə fərqləyir. Deyə var, nəqdül i'rab və ya nəqdül hərəkat, hərəkələrin qoyulması. Var hərəkələrin qoyulması, var hərflərin nöqtəsinin qoyulması, bu fərqlidir. Müxtəlif hərəkəli ağır etməkdən ötürü hərflərin nöqtələnməsi, məsələn, hərfin üstündə fəthə nöqtəsi, hərfin altında kəsr nöqtəsi, hərfin qarşısında zəmmə. Üstə olanda ə, altda onda i, hərfin qarşısında isə u. Bəzi hərflərin oxşarlığı və ya qısa saatlərin qeyd edilməməsi, bizə hara bilə uzun ədir, uzun idi, uzun saatidir. Ərəb yazı xəttində yaranan çətinliklər Siryani yazı xəttində də var idi. Məsələn, vav hərfinə oxşar hərf həm dəl, həm ra oxunurdu. Çünki vava, məsələn, bazı dəlraya oxşayır.
Amma sonralar bu hərfin üstündə bir nöqtə qoymaqla ra hərfinin, altında isə bir nöqtə qoymaqla dəl hərfini göstərdilər. Və bu hərflərin qarışıq düşməsinin qarşısını aldılar ki, məsələn, dəl, vav, rə, bunlar bir-birindən fərqlənsinlər. Nöqtəsiz vavdır, nöqtə üstündə olan ra, altda olan dəl, belə bir şey. Həmçinin qısa saitlərə göstərməkdən ötürü ki, qısa saitdir bu, nöqtələnmək üslubundan istifadə edirlər. Qısa sait. Məsələn, nöqtə mümkün böyründə qoysunlar, ya məsələn fərqli bir nöqtə, quru, məsələn də qoyurlar ki, sən bura bunu uzat. Yəni ki, mədli əlif, kiçik əlif hələ yox idi. Lakin bu üsul fiziklə tərk edildi. Üçün qarışırdı. Bu nöqtə mədli əlifdir, uzun əl yoxsa, hərfin hərəkəsinin fəthə də yoxsa bu. Bilinmirdi. Uzaq ehtimal deyil. Nə deməkdir bu? Yəni, çox güman ki, uzaq deyil. İki mənfi, yəni nə? Müsbət. Yadınızda qalsın. Qanundur. İki mənfi bir şey, yəni nə bildirir? Müsbət bildirir. Uzaq ehtimal deyil. Yəni, çox güman ki, belə qəbul olunur ki, məsələn, deyilər ki, dəstəmazın düzgün olması uzaq ehtimal deyil. Yəni nə? Yəni, qəbulluğu mümkündür. Və ya filan məsələ işqallıdır. Nədir işqallı? Yəni, o məsələnin qəbulluğu sual altındadır. Yəni, bunun əksidir o söz. Yaxşı, bu qeydlinin barədi əhkam müəllimlik dərsinə. Şair və alim Əl-Vəsaddu Əli Siryanlərin əsərlərindən məlumat əldə edib. Elmli şəxs olub deyə, onların da müəyyən bir təcrübəsindən, məlumatlarından bəhrələnib və bunu ortaya çıxardı. Bu qədər dərsimiz bitdi. İnşallah gələn dərs davam eləyərik. Allah elimizi artıq etsin, imanımızı kamil etsin. Amin. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil faracahum.